Biz qəhrəmanımızın anasının dizləri önündə diz çöküb, biz çıxış elədik, amma mənim ürəyimdən keçdi ki, bu qəhrəmanımız da bu lentə düşsün, qəhrəmanımız da bu tarixdə yaşasın ki, bu hərəkətlə baxanda. Və bir dənə də bir şeir demək istəyərdim, qəhrəmanımızın şərəfinə. Allah rəhmət eləsin. Bu gecə yuxuma bir şəhid gəldi. Söylədi, hardasan mənə, azalım. Mən də istərdim körpə balamı. Sənin tək qolların üstünə alam. Bu gecə yuxuma bir şəhid gəldi. Bir məktub uzatdı bir uca tonla. Bunu sevgilimə verərsən dedi. Əlvida yazmışdı məktuba qanla. Bu gecə yuxuma bir şəhid gəldi. Üstümə çığırdı, bağırdı biraz. Sonra sakitləşib ay ana dedi. Ağlayıb anasını çağırdı biraz. Bu gecə yuxuma bir şəhid gəldi. Bildim ki, bu mənim xəcalətimdir. Gedəndə yavaşca söylədi mənə, vətənim sizlərə əmanətimdir. Həm vətənimizi bizlərə əmanət qoyan, həm anasını, ailə üzvlərini bizlərə əmanət qoyan bu şəhidlərin ruhuna qurban olaq. Və bunların sayəsində bir, bax bu məclislər... Düşmən toxmalısan oğlum, ey oğlum. Ey mənim qanadım, ey mənim qolum. Səhvimi örgənməyin, qurbanınız olum. Yaxşı adətə sizadət edin. El doğrudan da elə bir qanıyla, canıyla, ruhuyla adını qızıl kitaba, qəlbimizin başına qızıl hərflərlə yazan oğlumuzun qarşısında yanında durmaq bizə şərəfdir. Şərəf üstü sonsuzluqdur. Və bu ailənin, bu qəhrəman ailənin deyərəm mən, yetirdiyi boya başa çatırdığı bu oğulla bu ailə hər vaxt fəxr eləməyə adı var. Nə qədər ki Azərbaycan dövlətçiliyi var, nə qədər ki Azərbaycanımız var, belə oğulların qarşısında diz çökməyə biz həmişə hazır. Allah sizə də Hamısına rəhmət eləsin. Təşəkkür ederim. minnətdarım. Sağ olun.